Ay qadın, sənə də elə qürurlu kişi lazımdır. Həyat yoldaşının qürurlu olması sənin xeyrinədir. Həyat yoldaşının qüruru olmadısa ailənin təməlləri sarsılır. Həyat yoldaşının qürurunu ailədə ucaltmaq xanımın ən ümdə vəzifələrindən biridir. Hədisdə var ki, evə daxil olsa qadın getsin, işini qoysun, onu qarşılasın, gülər üzlə, onun ehtiramını saxlasın ki, uşaqların gözü qarşısında baş versin. Bax, bu meçidin bu sütunlarını laxlatson nə olar? Allah eləməsin, meçid uçar. Ailənin sütunundan xəbər verim sizə. Ailənin sütunu qadının, həyat yoldaşının qürurunu, ehtiramını saxlamasıdır. Bax, bu ailənin təməlidir. Vay o gündən ana uşağın yanında ataya hörmətsizlik elədi. Vay o gündən. Elə zərbə vurur uşaqlara. O ailə batdı demirəm. Allah inayət eləsin, batmasın, amma təxminən buna yaxın bir haldır ki, ana uşağın yanında ataya qayıtsın, ağır söz desin.